sizin verdiğiniz hesabatın değerleri. Misal üçün, deyir ki, 9 qala yapmışıq, çox yaxşı, mən də sevinirəm, amma 10 milyon manatlıq büdcəyə bizim nə 17, nə 19 digər yapmalarımız ciddi bir nəticə ortaya qoymuyorlar. Digər tərəfdən çempionatımıza baxırıq, yəni bunu kütləvi edirik, amma bir çox regionlar var ki, hər orada ciddi bir sambalı işlərə gəlib, Tovuz olsun, Gəncə olsun, Mingəçevir olsun, ayağa qaldırmıyorlar. Daha bir insanlıqda bir məqam vaxtı şəxsən mənə təcrübə gəldi. Futbol dünyasına konqresdə 216 min manat illik bir büdcə ayrılıb, kifayət qədər böyük məbləğdir. Amma hər dəfə sizə sual verən ki, jurnalistlərə dəstəyiniz bizim borcumuz deyil. Amma dəfələrlə böyük aile seçkiliyle olur, yəni kimsə yardımcısı olan dəstəklədir. Yəni sualın yekun aşıracaq, çünki imkanım olur, hər dəfə sizin görəyə bir reality, jurnalist futbol bizlər bir müsaidə olmalı. Yəni böyle bir sual vermək istəyirəm, baxın, ilk qalaq bir cavab gözləyirəm. Siz bir AFA prezidenti kimi bu hesabatı baxırsınız. Siz necə düşünürsünüz? Özünüzdən alsınız, qəlbinizi görək. Teşekkür ederim. Heç vaxt işdən mən harada işləmişəmsə, heç vaxt öz işimdən razı olum. Çalışmışam ki, maksimum nəticələr göstərək. Bu futbolda da eyni qaydada. Biz hələ ki adekvat nəticələr ala bilmirik. Bu normal. Futbola dövlətimiz tərəfindən böyük qayğı göstərilir. O görülən işlərlə, infrastruktur layihəsilə, tikilən poliyalarla, klublara yaradılan yeni bizim nəticələrimiz qeyri-bərabərdir, qeyri-adekvat bir şeydir. İkinci məsələ, siz dediyiniz kimi, burada bilmirəm, hələ ki, yəqin ki, biz futbolun populyarlaşmasında elə təkcə AFFA biz yox, Rövnə Qalba AFFA yox, siz jurnalistlər də orada, biz bir yerdə populyarlaşdırmasında biraz nəysə biz düz etmirik, nəysə. Nəysə düz görmürük, düz etmirik ki, biz o qədər populyar, mən deyirsin, neçə ildir AFFA prezidenti olandan birinci gecə-gündüz danışdığım futbola insanların, əzərkeşlərin gəlməsi. Bu azarkeşlərin gətirilməsi futbol meydançalarına, televizorların qabağından yox, hamı deyir futbol sevirəm, hamısı televizorun qabağında. Bu futbol meydançada olur. Hətta bu xaricdə gedib bu futbola baxanda da paxıllıqdır. Bu İngilislərin işi gücü yoxdur ki, gelib 50 min, 60 min adam yığışıb öz komandalarına böyük bir dəstək göstərilir. Bu bizimkiler gəlmirlər. Bilet alıb, bilet almaq futbola şəkilin bir məsələsi var. Biz bilet almaqla futbolun inkişafına böyük dəstək veririk. Onu da eləyən yoxdur. Sən nə ayrısı etkili eləmişsin? Futbol dünyasında keçirin... Mən harada görürəm ki, bu Elxan da Ramində dalınca, hara gir, dalınca bütün jurnalist komandası yığır aparır. Bu nə ayrısı etkili eləyirik? Yox, hə? Yox da mən indi bu açda da hamının bir nəfər kimi baxa bilmərəm ki, kim gedib, kim qalıbdır. Mən biləm ki, biz büdcədə ayırdım ki, jurnalistlərin aparılması seçib, o kireddən də birdən bir hamına bu 10 nəfər, o 5 nəfər, 15 nəfər. Əgər milli gəlsə, Elxana deyim, bu boyda jurnalistləri apar. İndiyə qədər belə şey olmamışdı, biz jurnalistlərə böyük önəm verib, bunu özümüzdən aparıq, bütün o yarışlara. 216 min, orada sən əgər deyilsən, orada 1 manat əyri iş ola bilməz. O azdır, mən deyərdim, hələ çox deyil ki. Bəli. O tək futbol dünyasının xərclərdir, bu bütün o saytlardır, bütün media xərclərdir.